Baxın Allah nə buyurur? Oruç tutmağınız mənim üçündür. Onun mükafatını da mən verəcəyim. 10 mu? 20 mi? 100 mü? 1000 mi? Milyon mu? Milyard mı? Allah heç bir həddi qoymayıb. Yəni bunların hamısından daha çoxdur. Allah Azza və Cəllə deyir ki, oruç tutmaq mənim üçündür. Və sual çıxa bilər ki, bəs namaz Allah üçün deyilmi? Zəkat Allah üçün deyilmi? Həccə getmək Allah üçün deyilmi? Nə üçün Allah oruç tutmağı mənimdir deyib? Sir burada odur ki, sən heç bir ibadəti eləyərkən başqalarından gizlətə bilmirsən. Sən namazı gedib badvalda qıla bilirsən? Quyunun içində qıla bilirsən? Otun içində gəlib gizlənə qıla bilirsən? Xeyr. Namaz kişilərə vacibdir, harda qılmaq? Məsciddə qılmaq. Sən ona görə bu ibadəti eləyərkən cəmaatın içində etməyə məhkumsan. Sən həcci gedib tək başına elə bilərsənmi? Xeyr. Milyardlar, milyonlarla insanın arasında olursan. Sən